Xeyirli olsun hörmətli izləyicilərimiz. 77 nömrəli avtobus xəttində Yeni Yasamalda çox gözəl proyektə malik 135 kvadrat 3 otaqlı mənzil təqdim edəcəm sizlərə. Video şəklində təqdimat aparaq ətraflı məlumat isə sonda izləyə bilərsiniz. Gəlin mənzilin giriş qapısından başlayaq. Giriş qapısı üstə yerləşir. Deməli, davam edirik videonu, davam edirik, gülmürük. Bu insan bizi qoymur video çəkməyə. Deməli, daxil olduğunuz giriş qapısından çox geniş bir hol hissəsi qarşılayır sizi. Bəs gülmə, videomuzu çəkək. Çox geniş bir hol hissəsi qarşılayır. Gördüyünüz kimi, hardasa 20-25 kvadrat metr bu mənzilin yalnız hol hissəsi var elə. Başlayaq mənzilə soldan sağa sizlərlə tanış etməyə. Gəlin, davam edirik. Mənzilin qonaq otağından başlayırıq. Gördüyünüz kimi, kifayət qədər sahəsi olan bir qonaq otağıdır və birbaşa panoraması şəhərimizin gözəl güşələrindən olan Xocasən gölünə baxır, hörmətli izləyicilərimiz. Göstərin buradan zəhmət olmasa, hələ sizləri balkonlarla da tanış edəcəm. Keçək mənzilin ilk yataq otağına, yox, daha doğrusu mətbəx otağına, mətbəxdən başlayaq, sizlərə çəkib göstərək inşallah. Mətbəx otağımızda mebellər quraşdırılıb, tam olaraq istifadəyə yararlıdır. Qarşısında möhtəşəm bir eyvanı mövcuddur. Bayaq göstərdiyi eyvandan panoramasını istəyirsə bir daha göstərə bilərsiniz. Deməli, burada isə belə kladovka, qazı suyu işığı daimidir binada. Deməli, 77 nömrəli avtobusda düz ayağınızın altındadır. Keçirik deməli mənzilin yataq otaqları ilə tanış edəyək sizləri. Sonda isə mənzilin hamam sanitar qovşaqları ilə də tanış edəyəcəm. Bura mənzilimizin ilk yataq otağı geniş, kvadrat şəkilli, sahəsi əla. Kompleksin həyətinə baxır. Eyvana birbaşa keçidimiz var. Eyvandan isə şəhərimizin digər panoraması möhtəşəm şəkildə qarşınızdadır, hörmətli izləyicilərimiz. Deməli, davam edirik mənzilin digər yataq otağını çəkib göstərək sizlərə. Qiymətini sizlərə açıqlayacağım, hörmətli izləyicilərimiz. Çox münasib qiymətədir. Davam edirik mənzilin digər yataq otağı ilə. Digər yataq otağımız da kvadrat şəkilli. Burada belə bir mebelimiz var, qardirobumuz var, eyvana çıxışımız var birbaşa və nəzərinizə çatdırım ki, bu yataq otağının daxilində mənzilin digər hamam otağı mövcuddur. Özünə aiddir, yəni bu yataq otağının. Gəlin mənzilin sizlərlə tanış eləyək, deməli, hamam sanitar qovşaqları ilə. Bura mənzilimizin hamam otağı bütün aksesuarlarla təchiz olunmuşdur. Tam olaraq istifadəyə yararlıdır. Bura isə mənzilimizin sanitar qovşağı gördüyünüz kimi aksesuarlar tam olaraq var və mənzil istifadəyə yararlıdır. Yaşayış üçün ideal bir variantdır. Yerləşmə ünvanımız Yeni Yasamalda 77 nömrəli avtobus xəttində. Deməli, mənzilimiz müqavilə əsasında satışa çıxmışdır. Start qiyməti 237 min manat, 18 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir, hörmətli izləyicilərimiz. Nələri deyəksə, qazı suyu işığı daimidir və real alıcıya qiymətdə indirim olacaq inşallah. Növbəti mənzillərdə görüşənə qədər sağ olun, salamat qalın.